Hamı onun qayıdışını uğursuz fikirləşirdi. Amma o ard-arda qalibiyyətlər qazanırdı. Ta ki 1994-cü ildə 45 yaşında gənc çempion Michael Moore'u nakavta salaraq yeni dünya çempionu olur. Boksdan sonra George Foreman bizneslə məşğul olmağa başlayır. George Foreman Grill ilə böyük uğur qazandı. 100 milyondan çox ədəd satıldı bu grilllərin və o həm də xeyriyyəçiliklə və dini fəaliyyətlərlə məşğul idi. Foreman sadəcə boksçu deyil, o əfsanə idi. Onun nümunəsi göstərir ki, heç vaxtı gec deyil. Məhəmməd Əli, Fraser, Holyfield kimi əfsanələrlə link bölüşür və bu onun nə dərəcədə böyük çempion olduğunu nümayiş etdirir. Karyerasını bitirəndən sonra Foreman elə HBO-da da bir şəxsli kimi özünü sınadı və nümayiş etdirdi ki, o sadəcə boksçu deyil, o daha da